Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. Bildirilir ki, hazırki mövsüm son 56 ilin ən bol sulu yazıdır. Hətta iddialara görə yağıntıların çox olması yay aylarında müşahidə olunacaq ekstremal istilərin əlaməti ola bilər. Yayda istilər rekord həddə çatacaq. Qlobal Infoza danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, bu sualın bir mənalı cavabı yoxdur. Stat. Amma yaz aylarında müşahidə olunan intensiv və davamlı yağıntılar, xüsusən də normadan xeyli çox olduqda, qarşıdakı yay mövsümündə ekstremal istilərin baş vermə ehtimalını artırır. Bu, bir neçə amillə bağlıdır. Belə ki, yağıntılar nəticəsində torpaq və bitki örtüyü daha çox nəm toplayır. Bu nəm yayda buxarlanaraq atmosferə qalxır və rütubəti artırır. Yüksək rütubət isə isti havaların daha çox hiss edilən istilik yaratmasına səbəb olur. Ekoloq qeyd edib ki, yazda artan yağıntılar atmosferdə dövran dəyişikliklərinə işarə ola bilər. Əgər bu dəyişikliklər antisiklonların sabit, günəşli və isti hava gətirən hava kütlələrinin üstünlük təşkil etməsinə gətirib çıxararsa, bu zaman yayda uzun müddətli istilər qeydə alına bilər. Həmçinin iqlim dəyişiklikləri fonunda regionlarda ekstremal hadisələrin, ya leysan, ya quraqlıq, ya da istilərin sıxlaşması müşahidə olunur. Son illərdə Cənubi Qafqazda da bu meyil güclənib. Yəni, bu ilin bolsulu yazının quraq və anormal isti yay üçün zəmin yaratması mümkündür. Amma bu, 100% zəmanətli bir nəticə deyil. Digər atmosfer və okean axınları da bu prosesə təsir edə bilər. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.